Bugün bir müştərimiz mənə zəng etmişdi ki, bəs mənim dəmir manqalım var, amma artıq köhnəlib, müəyyən, yəni istəyirəm ki, düzəlişlər eləyim ki, gec sıradan çıxsın. Elə o zəngdən sonra ağlıma belə bir video çəkmək gəldi ki, mağazamızda dəmir manqal sahibi olan müştərilərimiz üçün hansı aksesuarlar var və hansı materialdan istifadə etsəz, dəmir manqalın ömrünü daha da uzadarsınız. Yəni işimizi asanlaşdıracaq bütün məhsulları burada cəm etmişəm. Burada olmayan bəzi məhsullar da var. İnşallah onları da indi növbəti videolarda çəkib paylaşacağam. Burada gördüyünüz kimi çeşid çoxdur. Paslanmaz metaldan əsasən məhsullardır. Nijaveykadan, maqnit tutmayan nijaveykadan setkadır, qoşa şişdir, kömür qırandır. İki cür, bu da kömür qırandır. O davamlı kraskadır. Maqnit tutmayan lülə şişidir, tikə şişidir. Yenə setkadır, nazik o davamlı kərpicdir, kraskadır. Yenə böyük ölçülü 60-40 ölçüsündə nijaveyka setkadır. Yəni məhsullar çoxdur. Video uzun olmasın deyə çalışacağam qısa videoları çəkim, paylaşım. Kimə maraqlıdırsa inşallah növbəti videoda burada istifadə olunan, yəni dəmir manqalda istifadə edə biləcəyiniz, işinizi asanlaşdıracaq olan məhsullar haqqında məlumatlar verəcəm və hər bir məhsuluna qiymətini qeyd edəcəm. Kimə maraqlıdırsa videolarımızı izləsin. Aşağıda da nömrəmiz qeyd olunub. Sifariş vermək üçün də yenə zəng edə və WhatsApp yazıb sifariş verə bilərsiniz.